Biz onlara qarşı həmişə döyüşəcəyik. Sənin, mənim döyüşməyim nədir? Rəhbərin ətrafında olub birləşərək onlardan çəkindirməkdir. Sənin məmləkətində, qəsəbəndə varsa, müsəlmanlara agah etməkdir ki, filan kəs təkvirçidir, filan kəs xavarizdir. Ehtiyatlı ol, qardaş. Ticarət eləmə, qız vermə, qız alma, ehtiyatlı ol. Allah qorusun, hətta sələflərin nəslin kəsilər. Hətta belə deyərlər, nəslin kəsilər, qız versən. Hətta Allah Rasulü Muhammed sallallahu aleyhi ve sellem bu işi səhih hədisində Şeyx Albani rahimehullah səhihləşdirib hədisi deyir ki, Allah Rasulü hum kilabun nar. Onlar cəhənnəmin itləridir. Alimlər deyir ki, heç bir tayfa haqqında, bir əhli haqqında Allah Rasulü belə bir söz deməyib. Heç kəs haqqında. Onlar cəhənnəmin itləridir. Göy qübbəsi altında öldürülən ən şərli kəslər olduğunu şeyh buyurur ki, Allah Rasulü buyurur. Bu səmanın altında ən şərli şəxs, ən şərli məxluq olardı, xavarizlər. Ona görə ehtiyatlı ol. Özünü də, balalarını da, məmləkəti də qoru günah.